Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssisi Təmin Pirəliyev, xoş gəlmisiniz. Kifayət qədər ağbirçəklər, ağsaqqallar, təqaüdçülər var ki, heç sosial şəbəkədə yoxdular, amma televiziya vasitəsilə bizi izləyirlər. Bu layihə haqqında bir qısa da olsa məlumat verməyinizi rica edərdim sizdən. Deməli, sosial tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə yaradılmış bir loyallıq platformasıdır. Layihənin əsas məqsədi həssas qrup insanların sosial rifahını yaxşılaşdırmaq, onların gündəlik təbii ehtiyaclarını ödədiyi xidmət sahələrində, xidmətdən yararlandıqdan sonra ödəniş edərkən müəyyən güzəşt və endirimlərin tətbiq olunması barəsindədir. İstərdim bu həssas qrup şəxslər kimlərdir, onlar haqqında da biraz məlumat verim. Pensiyaçılar, təqaüdçülər, şəhid ailələr, qazilər, veteranlar, ailə başçısını itirdiyinə görə müavinət alan şəxslər, ünvanlı dövlət sosial yardım alan şəxslər bu həssas qrupa aid eləyir. Yəni bu layihə bu şəxsləri əhatə eləyir. Layihə iki üsulla tətbiq olunur. E-sosial mobil tətbiq üzərindən təqaüdçülərə endirimlər tətbiq olunur. Bir də təqaüd kartı ilə. Bir sıra müəssisələrdə təqaüdçülər yaxınlaşıb xidmətdən yararlandıqdan sonra təqaüd kartı ilə nəğdsiz şəkildə ödənişini etdiyi zaman avtomatik şəkildə ona endirimlər tətbiq olunur. Bir sıra seçilmiş marketlər, apteklər və klinikalarda isə təqaüdçü e-sosial mobil tətbiqini yükləyir, qeydiyyatdan keçir, keçdikdən sonra şəxsi hesabında adının altında göründüyü barkod vasitəsilə həmin bu seçilmiş müəssisələrdən xüsusi endirimlərdən yararlana bilir. Ola bilsin ki, hal-hazırda təqaüdçülərin, həmin o həssas qrup insanlar deyirsiniz, onların nəvələri bizi izləyirsə, övladları bizi izləyirsə, yəni bu insanlar özləri e-sosial mobil tətbiqini mobil telefona yükləyirlər, düzgünmü qeyd eləyirəm? Bəli, elədir ki. Daha sonra orada qeydiyyatdan keçəndən sonra sırf həssas qrupdan və yaxud təqaüdçü olduğuna görə aşağıda bir barkod olur. Bax, indi ekrana verin, zəhmət olmasa onu xahiş edirəm sizdən. Bax, görürsünüz, əlində telefon tutub. Orada həmin barkod var. Yəqin görünür, ağsaqqal kişinin əlində barkod var. O barkodla yaxınlaşırsınız marketlərdən alış-veriş edərkən, bu barkodu yaxınlaşdırırsınız kassirə, o barkod vasitəsilə sizə endirimlər tətbiq olunur. Düzgündürmü? Bəli, bir də nə sual verim? Ən çox mən paylaşdım, gördüm bunu sosial şəbəkədə insanlar yazır. Məsələn, tutaq ki, bir təqaüdçünün övladımı, nəvəsimi və yaxud qohumumu bu barkodlardan istifadə edə bilər, faydalana bilərmi ya yox? Siz İsa bəy, bu həssas qrup qeyd edədiyim şəxslərin içinə əlbəttə ki, Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslər daxil olduğu üçün burada fiziki məhdudiyyətli şəxslər var ki, alış-verişlərini özləri eləyə bilmirlər, tərəfdaş müəssisələrə özləri gedə bilmirlər. Yalnız bu şəxslər üçün o şəxslərin ailə üzvləri, birinci dərəcəli ailə üzvləri sosial mobil tətbiqini yükləyib, həmin şəxsin adına, həmin şəxsin belə deyək, şəxsiyyət vəsiqəsindəki məlumatlar ilə qeydiyyatdan keçərək endirimdən yararlana bilərlər. Mən kiçik bir məsələyə də toxunmaq istəyərdim ki, bu e-sosial mobil tətbiqində təqaüdçülərdən daha çox gələn suallar budur ki, mobil tətbiqdə qeydiyyatdan keçmə prosesi necədir? Hər bir təqaüdçü smartfon telefonuna mobil tətbiqi yükləyir. Yoxdursa əgər telefonu? Əlbəttə. Yoxdursa, qeyd elədiyim kimi bir sıra müəssisələrdə bu pensiya kartına ödənişlərdə endirimlər tətbiq olunur. Yoxdursa, birinci dərəcəli ailə üzvünün telefonuna mobil tətbiqi yükləyir. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün 3 əsas üsul var. Asan imza ilə, sima və fərdi identifikasiya kodu ilə, yəni şəxsiyyət vəsiqəsinin məlumatlarla, FIN kodu ilə, bəli. Burada ən asan üsul sima imza ilədir ki, təqaüdçülər özünə uyğun variantı seçirlər, qeydiyyatdan keçirlər, təsdiqlədikdən sonra simada artıq şəxsi kabinetində onun adının altında xüsusi barkod çıxır ki, bu artıq həmin şəxsin endirim hüququna malik olduğunu bildirir. Proses belədir. Mən buradan bildirmək istəyərdim bütün təqaüdçülərə ki, yükləmə prosesində, qeydiyyatdan keçmə prosesində hər hansısa bir təqaüdçüdə çətinlik, sualı varsa, sosial tərəfdaş saytından mən istəyərdim. Ekranlarda gedir bu yəqin ki. Bəli, bizim qaynar xəttimizin nömrəsi var. Orayla Dövlət Sosial Müdafiə Fondunun qaynar xəttindən əlaqə saxlaya bilərlər. WhatsApp üzərindən bizə suallarını ünvanlaya bilərlər. Bir sual da vermək istəyirəm. Bilirəm, ən çox verilən suallar. Tutaq ki, bu həmin təqaüdçü getdi marketdən, evinə lazım olan bütün bazarlıqları etdi. Yağını aldı, pendirini aldı, düyüsünü aldı, nə bilim, hər şeyini aldı. Bütün məhsullara bu şamil olunur, yoxsa seçilmiş mallara aiddir yalnız bu endirimlər? Baxın, İsa bəy, tərəfdaş müəssisələr ilk növbədə sosial tərəfdaş az saytında qeyd olunub layihəmizdə iştirak edən müəssisələr. Əksər müəssisələrdə
bu endirim faizləri də məhsuldan məhsula və xidmətdən Dəyişir. xidmətə görə dəyişir. Bir neçə məhsul və bir neçə xidmət istisna olmaqla əksər xidmətlərə və məhsullara endirimlər keçərlidir, faiz dərəcələri də dəyişir. Nə gözəl. Mən sizə təşəkkür edirəm bu ətraflı məlumatı üçün. Mən təşəkkür edirəm. Əminəm ki, bu məlumat bir çox təqaüdçüyə faydalı oldu. Biz də çalışırıq ki, verilişimizdən məhz bu kimi mövzularda da faydalananlar olsun.